Onurğa eyriliyi olan skalyoz təkcə uşaqlarda yaranmır. Valideynlər, böyüklər çox zaman uşaqlarını həkimə aparmağa tələsən zaman özlərinin onurğasından xəbərsiz olurlar. Skalyoz 30, 40, 50 yaşda da qazanıla bilər. Çox zaman yaşlı insanlar bel, onurğa, sinir ağrılarına görə müxtəlif həkimləri gəzirlər, diaqnoz tapılmır. Səbəb isə sadə hesab etdiyimiz skalyozdur. Fizioterapevt həkim Rəhimə Atəş artıq böyüklərdə sonradan qazanılmış skalyozlarla çox rast gəlindiyi barədə danışıb. Az qala hər gün istər kişi, istər qadına skalyoz diaqnozu qoyulur deyə bilərik. Skalyoz isə iynə dərmanla müalicə edilən bir xəstəlik deyil. Skalyoz irəlilədikcə qabırğa qəfəsinin və çanağın deformasiyası baş verir ki, bu da daxili orqanların fəaliyyətini pozmağa başlayır. Eyni zamanda onurğalar öz oxları boyunca bükülür və duruş problemlərinə və çanaq vəziyyətində dəyişikliklərə səbəb olur. Bu sapmalar çox kiçikdən olduqca ağır dərəcəyə qədər dəyişə bilər. Yetkinlərdə onurğa skalyozu uşaqlara nisbətən daha ağrılı olur və müalicəsi gecikərsə əgər daxili problemlər də yaranır. Skalyozların təxminən 80%-i idiopatik skalyoz, yəni naməlum səbəbdən yaranan skalyoz kimi təsnif edilir. Qadınlar kişilərə nisbətən 5-7 dəfə daha çox təsirlənir. Yaşlı insanlarda onurğanın degenerativ distrofik zədələnmələrini, osteoporozu və osteomaliyasiyanı göstərmək olar. Degenerativ skalyoz 40 yaşdan yuxarı xəstələrdə müşahidə olunur. Menopauz və klimaksa qədəm qoyan xanımlar xüsusilə diqqətli olmalıdırlar. 70 yaşda da görürük biz artıq skalyoz, kifoz və təəssüflər olsun ki, biraz insanlarımız bu yaşda yarana bilərmi? Ax, mənim uşaqlığımda bir skalyozum yox idi, kifozum yox idi. Necə oldu ki, məndə yarana bilər və bu mövzuya ciddi yanaşmırlar və bunun səbəbləri də get-gedə çoxalır. Biz əslində baxdığımız zaman təsnifatına baxarsaq, skalyozun 0-3 yaş, 3 yaş, 10 yaş, 10-18 yaş və 18 yaş üzərində skalyozlar var. Bir var uşaqlıqdan olaraq 18 yaşdan sonrasında davamı, yəni artıq qalıq olaraq qalır. Ya da ki, belə bir mövzular olur ki, həyatında hər hansı bir avtomobil qəzası keçirir və yaxud da qolu qırılır və yaxud da belində problemləri olur, əyri yeriyir. Bunların hamısının sonunda yanlış postura bağlı olaraq skalyoz, kifoz yarana bilər. Və yaxud da insan peşəsini dəyişir müəyyən yaşdan sonra, 30 yaşdan sonra, 40 yaşdan sonra çox oturaraq öndə, yəni yazı yazmalar, masa başında, bilgisayar başında çox oturmalar, bunun fonunda da skalyoz, kifoz yarana bilər. Bir söhbətimiz oldu, bir pasientimizlə 50 yaşında bir xanımdır. Son 3 ilə qədər heç bir problem olmayıb. Son 3 ildə ağrılar başlayıb və get-gedə boyun, kürək, qola yayılan, başa yayılan şiddətli ağrılardan şikayət edir və biz müayinə etdiyimiz zaman torakalın üst səviyyəsində inanılmaz ikinci dərəcənin sonlarında bir skalyozu var. Biraz görüşdük, biraz söhbət elədik, biraz anamnez topladıq və 3 il bundan qabaq pasient yıxılıbdı, qolu 3 yerdən qırılıbdı və 2 ay gipsdə əyri formada məcbur qalıbdı və torakal nahiyəsində onurğasını yanlış postura bağlı əyibdi. Və biz bunu deyəndə çox özünə belə qəribə gəldi. Doktor, bu yaşda skalyoz olarmı? Bəli, olar. Təbii ki, bunu rengindən də təsdiqləyirik, bunu müayinədə də təsdiqləyirik və bunun müalicələrini eləyirik. Əlbəttə ki, bunun müalicələri var. Bu ağrı ilə həyatlarını davam eləmək məcburiyyətlərində deyirlər və yaxud da ağrı yoxdur, amma bir görüntü xoşa gəlməyən, yəni bir tərəfin qabarıq olması, iki tərəfin kürək nahiyəsində qabarıq olması, boynun qabaqda olması. Gəldiklərində mənim ən böyük skalyoz xəstəm kifoz və skalyoz bərabər yaranmışdı. Dərzi idi, illərlə dərzilik eləmişdi, bəli, öndə işləmişdi. Heç unutmuram, dedi ki, mən artıq dedi, qonaqlıqlara getməyə utanıram. Mən də o qədər gözəl, qamətli bir xanım olmuşam ki, mən artıq utanıram insanlar mənə baxanda. Mən çox pis olmuşdum bu sözdən ki, niyə utanırsınız? Bunun müalicəsi var artıq və biz bunu müalicə elədiyimiz zaman sizin qamətiniz düzəlir. Əlbəttə, skalyoz, kifoz onurğada %100 düzəlməz. Daxildə dərəcələrdə qalıqlar olur, amma əzələ baxımından görüntü ciddi şəkildə düzəlir və paltardan bilinmir. Biz o pasientimizlə çox gözəl
nəticələrlə və həqiqətən sosial həyata qayıtdı. Bu çox önəmli bir mövzudur. Çünki insanın posturu düz olmadığında sosial həyatı dəyişir. Həm utanır, həm ağrıyır, həm özünü o formada yenidən göstərmək istəmir və bunun adını yaşlılıq qoyurlar. Deyil. Mən buna razı deyiləm. Hər yaşda insan daha düzgün qamətli, daha yaraşıqlı, daha gözəl ola bilər. Ona görə də belə bir problemlə əziyyət çəkən insanlar rahatlıqla müraciət edə bilərlər. Kurslar onurğa həm uşaqlarda, həm böyüklərdə kurs şəklində olur və hər kursumuz 21 seansdan, yəni 21 günlük müalicədən ibarətdir. 21 gün müalicəyə alırıq. Sonra 3 ay ara veririk. 3 ay evdə hansı idmanlar eləyəcəyini göstəririk. 3 ay sonra ikinci kursu götürürük. İkinci kursdan sonra yaşlılarla əlaqəli, daha doğrusu yaş almış insanlarla əlaqəli baxırıq. 3-cü kursa ehtiyac varsa 6 ay sonrasında çağırırıq. Bəzən də heç 3-cü kursa belə ehtiyac olmur. 2 kursundan bitiririk. Dediyiniz kimi çox illər, uzun günlər, aylar müalicəyə ehtiyac yoxdur. 21 gün müalicə, sonra 3 ay 21 gün müalicə və bunu da deyim, 21 günlük birinci kursun 21 gün müalicənin sonunda gözlə görülən dəyişiklik olur. Müalicələrlə əlaqəli əslində dediyim kimi biz burada onurğa əyriliklərində çox reabilitasiyaya önəm vermirik. Tamamilə elektroterapiya üzərində gedirik. Səbəbi istədiyimiz əzələni istədiyimiz qədər gücləndirib, istədiyimiz qədər spazmasını götürə bildiyimiz üçün daha kontrollu, daha dəqiq olur. Və elektroterapiyanın hər kəs bu var, tokdur, olmaz, qorxuludur. Birinci növbədə bunu bilməliyik. Hər birimizin bədənimizdə də elektrik akımları var və cərəyanları var və biz verdiyimiz avadanlıqlar tibb avadanlıqlardır. Təbii ki, Səhiyyə Nazirliyindən hər birinin sertifikasiyadan və hər il eyni aparatlar olsa belə keçirilir. Müasir cihazlarımız çoxdur və müasir cihazlar artıq insanın çəkisi, bədənin dərisinin rənginə qədər biz ayıra bilirik. Ona görə də heç bir əks göstəriş olmadan, heç bir həyatlarında komfort alanlarından çıxmadan, heç bir əks göstəriş vermədən rahatlıqla müalicələrini ala bilərlər.